Sabahınız xeyir olsun. Köhnə ilin son günündən hər kəsə. Bu günlərə oyanmışıq. Böyük gündür. Nəyə görə? Çünki bu günə 2026-cı ilə giririk. İnşallah yaxşı bir il olar. Belə bir diləyimiz yoxdur. Can sağ olsun. Gələn bütün pisliklərə dözmə gücü versin Allah bizə. Bu qədər deyə bilirəm. Məndə olan həyat enerjisi. Neyse, indi hazırlaşacağım. Axşama ailəlicə bir yerdə olacaq, evdə olacaq. Bu arada bacım evimizi elə bəzəyib ki, evi də elə bəzəyib ki, yəni restoranlar qələt edir. Qələt edir. İndi mən hazırlaşacağım. Biraz olabilirsin həyətə də düşüm. İtlərlə falan oynayayım. Ondan sonra bu günü belə bir tamamlaya bilərik. Həyətə düşürəm. Sizi dünyanın ən şirin bir şeylə tanış edə bilərəm. Oskar! Oskar! Yemək yeyir. Moti! Oskar gel. Oskar! Sen gözde mən sabaha. Moti! Sen hala şirinmişəm. Moti! Gel buraya. Gel buraya. Moti! Yıkılan kim adam üstüne çıkmadı. Moti! Gel buraya Oskar! Burada artıq 12 tamam olub və yeni ildir. Azərbaycanda bir saat fərqimiz var. İndi gedirik fişəyi partlatmağa. Bu arada Azərbaycanda elə bir fişək partlatmağa icazə yoxdur. Amma burada var. Lokuş! Lokuş! Noti! Neyse, evdə çox səs-küy var. Gedim. Evdən çəkəcəm. Evdən çəkəcəm nə idi? Oradan partlatan yerdə çəkəcəm. Koştuk bu arada. Hava soyuqda. Nazik giymişim. Farmazonluq eləmək üçün. Güzel şeylerimi çıkırsın. Benimkilerimi çekmedin bir. Neyi? Ben habersiz ben şekillerimi bir tane de çekmedim. Desem sen de ben çekmemişsin. Ellerimizi. Yemin razılaştık. Burada artıq yedildi. Yanıq kərəmlər. İnşallah 2026'da yanmar. Evdəkiləri göstərə bilmirəm. Bugün bilmirəm Perumda neçənci günümdür. Niyə? Çünki 2-3 gündə ancaq yeyib yatmağı bilirəm. Bir yerə çıxmıram. Kətdən gəldik şəhərə. Yenidən planetdəyik. Bir-iki ətir var. Bəlkə onları aldıq. Onunla yanaşı təbii ki yeməməzlik olmaz. Gedib bunlar alacaq. Deyilənə görə yaxşıdır. İlk görüm necədir. Baxa görək bunun dadı necədir. En tatlı cappuccino olabilir. Şirin bir şeylerdi ama tatlıdır. Şeker komasını gireceğim yani. Aldığımız alışveriş, elediğimiz alışveriş bizi patladar. Ha. Üç tane tuş almışım. Bir yapıt. Evet. Neyse, bir de ne var ciblərimiz?
parfümlərlə doludur. Evə gedib qoxlayacağıq. Paket hə. Bütün ətirləri yoxlamışıq. 2 cüy alacaq. Amma bundan qabaqda, yəni bu hələ 3 dənə gördüyümüzdür. Ondan qabaqda neçə dənə ciblərimiz doludur. Neyse eve gidip yoxlayacaq ki, hansı daha yaxşıdır. Onsa gələcək almağa. Kasıb. Kasıblar öyle eləyir. Hə. Rus manimaniləri. Rus manimaniləri, bu da köpükləri. Neyse. Deməli burada 100 rubl bizim pulla 2 manat 20 qəpik idi. Bu da bizim paralarımız. Dırnaqlarıma baxmayın, gedəcəm düzəltməyə. Nəhayət ki, bura gələnik, qar görürəm, amma sulu qardır. Hər yerim su. Neyse buradan görünmür. Şimdi gedirik buradan kargo götürməyə. Bir dəfə də gəlib buralarda sushi yiyəcək. Sushi yeri də buralardadır. Neyse ilk sushi yiyen yerim burun oldu. Neyse sushi buradadır. Biraz Bakı küləyinə bənzər küləyi var. Təbii ki, Bakı küləyinə çatan olmaz. İndi sizə baxın nə göstərirəm. Burada bir binaya girmək üçün neçə etajdan keçdiyimizi göstərəcəm. Bax bu birinci bax. Bu özü açılmalıydı, açılmadı. Ne? Bu bir. Bu iki. Bu üç. Evet, yaxşı oldu, üzümüzə dəymədi. Bu dört. Bu dört. Və nəhayət gəldik çatdıq liftə. Bay bay. Liftimiz açıldı. İndi hal-hazırda içəyə girdik. Yenə də bir qapı. Neyse, çatdıq. Salam dostlar, hər vaxtınız xeyir. Bu günləri fərqli bir yerə gəlirəm. Deməli burada yeni il ərəfəsi buzdan maketlər falan hazırlayırlar, qəşəng-qəşəng. Çoxunu da göstərəcəm sizə. Deməli mən hər il bura gələndə çox qəşəng, maraqlı buzdan heykəllər hazırlayırlar. Bu illər nələr hazırlayırlar bilmirəm, ilk dəfə gəlirəm. Amma hər halda yaxşı bir şeylər olacaq. Ay! Baxın burada belə çox maraqlı şeylər. Uşaqlar üçün əylənməyə hər türlü atraksiyonlar deyim yaradıblar, yəni əllə düzəldilmiş. Bana gəlir. Azərbaycanda bildiğiniz ile yolkalardır. Çok qəşəngdir. Bura minmə həvəsi ilə gəlmişdim, amma burada xizək sürənlər sadəcə Sürüşə bilərlər. O yüzden hava qaydı. Çok üzgünüm. Neyse bura kadar sürüşebildi. Oysa ki bura kadar gələ bilərdi. Sizə bir dənə növbə göstərim. Baxın, təsəvvür quyruq oradan başlayır, o tərəfdən. Düt, bir dənə nə var, burada sürüşəcəklər. Görün nə qədər quyruq var, o tərəfə sarı gedir. Neyse, burada da sürüşmək istedim, amma alınmadım. Burada da keçənlərdə mən heykəlimi qoymaq istədilər. Dedim, yox, ehtiyac yoxdur, bunları qoydular. Nədir, kimdir, bilmirəm. Bilə bilərəm, amma neyse. Neyse, belə bir dəxilsiz bir şeydir. Bura prezident binası gedir. Və buralarda bizim Lukoil məşhur. Burada bayaqları, keçənlərdə daha doğrusu maşına gələni göstərmişdim. Yəni buraları ayaqla gəzirik. Butik burada olur. Bura demək olar şəhərin sentridir. Tam mərkəzlərindən biridir. Değməsəm yaxşıdır. Əgər sürüşkəndir, tez-tez keçmək lazımdır. Soyuq mənim şəhərimdir, xoşuma gəlir. Burada sabah geliyor buraya.
Bu nədindir bilmirəm. Amma maraqlı işıqlar var. Neyse, məncə bir dənə zaten şəhərin ən yaxşı bəzəkliyən budur. Deməli, burada çəkməyə qəşəng bir işıq tapdım, özdə flash işıqdır. Amma soyuq o qədər dəhşətli ki, əllərim donur. Əlcəklə telefon tutmur. Əlcəyi çıxardığında da əlim donur. Dəhşət. Bu arada mənə baxırlar, gülürlər. Çəkə bilmirəm. Kötü oluyorum. Neyse, bu qədər. Bunu demək istəyirdim ki, hər şey çəkə bilmirəm. Mesela burada bir heykəl falan var. Evizə lazım bu heykəl. Məsələn üçün mənə heç nəyimə lazım deyil. Hə. Nəhayət özümə buradan yadigar qalan belə maqnit aldım. Belə baxanda heç bir şey deyil, amma qiyməti 5 manatdır. Neyse, bacım dedi ki, daha yaxşısını ala bilərdim, amma mən bunu bəyəndim. Sadə bir şeydir, yadigar. Bu arada bu gəldiyim ölkələrdən bundan sonra belə bir şey yığacağam. Və bu mənim birinci ölkəmdən, birinci özüm üçün aldığım ilk maqnitdir. Bir dənə oradan alqışlayın. Bugünlük yəqin ki bu qədərdir. Yoruldum. Danışmağa söz tapa bilmirəm. Bu qulaqlarım hal-hazırda soyuqla istiyə girməkdən bir hal olub. Qəribə şeylər baş verir. Hal-hazırda qıpqırmızıdır. Canım yani. Hara gəlmişik? Katoka gəlmişik. Çaçağa. Ciddi lidinə. Yıxılıb üstü başım ondan olacaq. İnşallah ayağım sınmaz. Gülməyəsiz. Evet. Katokda növbə gözləyəndən sonra geyinə bilmirəm. Vəziyyət budur. Dünya adına küçük, dünya adına büyük bir şey. Bu zaman biraz sürüşebilirim. Ümid varam ki, böyle bir risk eləmişəm. Yaxşı sürə bilmirəm, ümumiyyətlə sürə bilmirəm. Ben telefonu da almışam. El tutan yer də yaxında deyil. Dəyməməyə ümid edirəm. Bu anı ölümsüzləşdirmək istəyirəm burada. Neyse. İlk dəfə buz kanküsüne Bakıda gitmiştim. Orada biraz ayaküstü kalmağı öğrenmiştim sanki, ama burada daha yaxşı öğrendim. Elim donur, əlcəyi çıxartmışam. Bəsdir məncə. Neyse, kənardan biraz daha yaxşı sürüşürəm. İndi telefon tutmuşam deyə tarazlığımı saxlaya bilmirəm. Dostlar, bu günləri meşəyə gəlmişəm. Axır ki, evdəkiləri çıxarda bildim ki, gəlin gedək meşəyə gün işığı ilə. Bura şəhərin içərisindəki park nəzdində meşədir, belə deyək. Bizim botanika bağı kimi. Amma hər tərəf qar və qəşəngdir. Neysə. Bir dənə də sırf meşənin özünə gedəcəm, amma bu hələ indi deyil. Bu da mən. Evet, karşımızda. Ümid varım başıma göydən qar tapası düşməz bir ağaclarda. Belə. Hava o kadar təmizdir ki, zaten qar yağanda hava təmiz olur. Belə bir ciyərləri adam boğarılmıydı. Hava da sanki ekstra təmizdir. Mən video çəkirəm deyə bunlar da məyə baxırlar. Gözlər qalırlar. Neyse, zəhləm gedir bir insan özünə gözəl deyəndə. Nəyimiz gözəldir, Allah Allah, həmimizi Allah yaradır. Belə zarafat eləyəndə ciddiyə almayayım. Neyse, gedim burada bir küçdən video falan çəkim. Görüşərik. Uşaqlar gedin.
Gedirəm, haqqınızı halal eləyin. Nə olsun ki, burada maksimum hamısı 10 yaşı var. Üstünə 20 də gəlir. 30 da olsun. Getdik. Hadi gel. Oy ya. Sumka bütün de sıçrıyor ya. Yok, bu şey değil. Soyuqdur. Qaraj yerdim, üşüyürəm. Eve istəyirəm. Hər tərəfim qar tökülür. Ayağım da su içindədir. Meşənin içindəyəm.